Niyə yoldaşımızla və ya övladımızla imtahan olunuruq? Görün necə bir zaman gəlib ki, bizim həlakımız yoldaşımızın, valideynlərimizin və uşaqlarımızın əli ilə olur. Onlar bizi kasıbçılıqla günahlandırıb, gücümüzün çatmadığı yüklər yükləyirlər. Biz də dinimizi itirən işlərə girib, həm bu dünyamızı, həm də o biri dünyamızı həlak edirik. Bəzən insanın ən böyük imtahanı elə ən yaxını ilə olur. Həyat yoldaşının acı sözləri, saxta baxışı insanı həyatdan soyudur. Evlilik sadəcə xoşbəxt günlərdə yox, sıxıntıda da çiyin-çiyinə olmaqdır. Amma bugün çox insan həyat yoldaşını anlamağı deyil, qınamağı seçir. Səbr azaldı, anlayış yox oldu. Hər kəs nəfsinin səsini dinləyir. Amma unutmasınlar ki, evlilikdə hər iki tərəf sınanar. Biri sevgini qorumaqda, biri səbri daşımaqda. Bəlkə sən indi əlindən gələni edirsən, amma yenə də gücünün çatmadığını hiss edirsən. Bil ki, Allah heç bir əziyyəti qarşılıqsız buraxmaz. Əgər sən dağıtmadan, küsmədən, səbirlə irəliləyə bilirsənsə, deməli uduzan yox, sadəcə imtahanı ağır olan qaliblərdən birisən. Məncə həyat yoldaşının pis davranışı bizim deyil, onun iş üzünü göstərir. Bəli, sən ədəbini, mərhəmətini, səbrini itirmə. Və bunu da bil, bəzi evliliklər hüzurla mükafatlandırırlar, bəziləri isə səbirlə sınarlar. Amma hər ikisi də Allah qatında dəyərlidir. Bunu da dərk edin. Hər dözülən münasibət müqəddəs olmur. Allah heç kimi zalımın yanında çürümək üçün yaratmayıb.